Qasım Səfərov adlı cahil rafizi görün nə deyir? Deyir ki, biz şiyələr demişəm ki, sahabələrin heç də hamısını sevmirlər. Baxırlar ki, Peyğəmbərdən sonra sahabə Quran və Əhl-i Beytin yanında qalıbsa, onu sevirlər. Əhl-i Beytə düşmən olanları sevmirlər. Bunun özü zəlalətdir. Bunu sən hardan götürmüsən? Quran-ı Kərim belə deyir, aramızdadır. Quran-ı Kərim sahabələri tərifləyir. Quran-ı Kərim sahabələri tərifləyir və heç bir istisna eləmir səni kimi. Allah bak, Əhl-i Beytin yanında qalıblarsa. Bu batildir yəni. Subhanallah. 5-6 dənə bu cür ayələr var. Radiyallahu anhum və radu anh ləfsi ilə. Elə. İndi buradakı Allahın razı qalması daimidir, yoxsa müvəqqətidir? Necə rafizələr qeyd edirlər? Əlbəttə daimidir. Çünki daimi olmasaydı istisna edilərdi. İstisna edilirmi? Cavab yox. Ona görə Qasım Səfərovun dediyi batildir. Biz baxırıq deyir, sahabələr hansılar ki deyir Qurana və Əhl-i Beytə yanında qalıbsa biz onları sevirik. Belə bir şey olurmu yəni? Bax ona görə rafizələr Qurana və sünnəyə müxalif. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Bildiyiniz kimi İbn Teymiyye'nin müdafiəçisi olan cahil, iftiracı, kəzzəb, yalancı Vəhabi bəhslərinin birində bizim haqqımızda güya deyib ki, mənim güya ömrüm qədər bu adam elm oxuyub və biz bundan qabaqki ötən bəhsimizə qeyd etdik ki, növbəti bəhsdə sənin necə cahil olduğu inşallah Teala bir məsələyə işarə etməklə sübut edəcəyik. Bax, sən deyirsən ki, Allah Azze və Cəllə Qur'an-ı Kərimdə səhabələri tərifləyib və istisna da qoymayıb. Əvvəla sənin gətirdiyin ayələrin haqqında biz danışmışıq. Bundan qabaqçı bəhslərdə bir ayələri gətirib göstərmişik ki, necə ümməti aldadıb və saxtakarlıq edirsiniz. İkinci məsələ, sən ki deyirsən Allah istisna qoymayıb, sən bu qədər mi cahilsən, anlamırsan ki, istisna təkcə həmin ayənin özündə olmur. Bu üsul elmində xüsusi bir bəhsdir. Mən inşallah Teala çox sadə bir şəkildə izah etməyə çalışacağam. Baxın, bəzən dəlil olur, ümumi şəkildə gəlir, bir məsələ haqqında istisnasız danışır. Amma mümkündür həmin ayənin özündə, mümkündür digər ayədə, bəzən mümkündür hədisin özündə istisna olsun. Çünki hədisdə şəriətdə axı Peyğəmbərin mübarək sözüdür. Misal üçün, Allah Azze və Cəllə Qur'an-ı Kərimdə buyurur: Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Vəl-əsri innəl insənə ləfi xusr. And olsun əsrə, həqiqətən də bütün insanlar ziyan içindədir. İstisna qoydu, xeyr, bütün insanlar. Sonra həmin surədə bir dənə istisna gətirir. İllə, yəni istisnadır o kəslər, əlləzinə o kəslər ki, əmənu iman gətirirlər və amilus salihat və salih əməl sahibidirlər. Bu, deməli, suranın özündə bir dənə istisna gəldi. Bəzən istisna başqa ayələrdə olur. İndi sən gətirmirsən o ayələri ki, sahabənin, nə bilim, Allah sahabələrdən razıdır, sahabələr Allahdan razıdır. Sən niyə bu oxuduğum surəni gətirmirsən? Burada Allah açıq-aşkar buyurur. Özü kimə buyurur Peyğəmbər? Birinci sahabələrə, Əbu Bəkir, Ömərə, Muaviyyəyə, Osmanlı, Təlhəyə, Zübeyrə deyib ki, baxın, ziyan içindədirlər bütün insanlar. O kəslər ki, iman gətirib salih əməl görüblər, onlar istisnadır. Muaviyyənin Siffeyndə İmam Əli əleyhissalam düşmən olması, nasibliyi salih əməldir sənin, yəni məntiqincə. Yəni sizin salih əməldən anladığınız budurmu? Bəzən isə istisna rivayətdə gəlir. Məsələn, sən cahil deyirsən ki, Allah burada istisna gətirməyib. Allah Azze və Cəllə Quran-ı Kərimdə ölü ət yeməyi haram edib, istisna da gətirməyib. Amma sən balıq yeyirsən, balığı zəbih eləmirlər. Kəsmirlər başını. Toyuq kimi, qoyun kimi məsələn. Düzdür? Niyə yeyirsən ölü əti? Çünki hədisdə gəlib istisna edib. Sən cahil, onda sənin məntiqinlə girəysən, balıq yeməyəsən. Və yaxud da başqa bir məsələ. Qeyd etmişdim ötən dərsdə ki, Xeyrul Qurun rivayətini gətirəcəyəm və göstərəcəyəm ki, bu rivayət sizin əleyhinizədir. Buxarədə bir rivayət var, 6695 rəqəmli rivayət. Güya Peyğəmbər buyurub ki, Xayrukum qarni, thumməl-ləzinə yəlunəhum, thumməl-ləzinə yəlunəhum. Deyir ki, nəsillərin ən üstünü mənim dövrümdə yaşayanlardır, yəni sahabilər.
Sonra onlardan sonra gələn tabeinlər, sonra onlardan sonra gələn ətbə'u tabi'in. Düz 3 nəsil. Sənin o cahilanə dediyin iddia ki var, deyirsən Allah Quranda istisna gətirməyib, peyğəmbər burada da istisna gətirməyib. Deyib ki, sahabədən sonra ümmətlərin, nəsillərin ən üstünü tabiin nəslidir. Qeyd vurmadı ki, istisna gətirmədi ki, filan kəslər xaricdir, yox. Onda sənin o batil və cahilanə qeyd etdiyin məntiqə qalsa, İmam Əli əleyhissalam qatil İbn Mucəm də xeyirli insan olmalıdır. Niyə görə? Çünki o da tabiin olub. Hətta bəziləri deyirlər sahabi də olub. Sənin bu şikəst məntiqivə görə, sənin bu cahilliyivə görə İmam Hüseynin əleyhissalam başını kəsənlər, Ömər Səd olsun, Şimr olsun, Hərməli olsun, məlunlar, onda xeyirli insanlar olmazlar. Sən onları niyə istisna elədin? Hədis burada nə deyib? İstisna gətirməyib. Sən onları niyə istisna elədin? Çünki bunlar yaşayıblar Peyğəmbərdən sallallahu aleyhi və səlləm sonra Əhl-i Beytə düşmənçilik eləyiblər. Və sən də ağlı işə salmısan, görmüsən ki, Peyğəmbər nə olsun ki, ümumi deyib orada. Digər tərəfdən bunlar tarixdə müsəlləm gəlib ki, bunlar Əhl-i Beytə düşmənçilik eləyiblər. Digər hədislər də var, Əhl-i Beytin düşmənləri pis insanlardır, mənfur insanlardır. Deməli, Peyğəmbər ziddiyyətli danışmaz. Deməli, nə etmisiniz? Bunu gətirmisiniz, qoymusunuz o hədisin qabağına, belə qənaata gəlmişsiniz ki, bəli, istisnalar var. O da həmin məsələdir. O ayələr də o cürdür. Və biz sənin qabağına bundan qabaqçı bəhslərin birində bir sual qoyduq. Fərari edib qaçdın o sualdan. Bir daha təkrarlayıram. Qaçma, mərdanə ol, kişi kimi bu suala cavab ver. Demirsən, qardaşım, bütün sahabələrə aiddir. Müslimdən sənin qabağına bir dənə rivayət qoyduq. Ömər özü etiraf edir ki, Əbu Bəkir deyəndə ki, peyğəmbərlər irs qoymur. Ey Abbas, ey Əli, siz ikiniz onu yalancı, fasıq, xain və fasıq hesab etdiniz. Əgər Allah Əbu Bəkirdən mütləq olaraq razıdırsa, niyə İmam Əli əleyhissalam Abbas onun haqqında yalancı deyir? Və həmçinin Ömərin özü haqqında yalancı deyir. Və Ömər də həmin rivayətdə demir ki, Əbu Bəkirdən Allah razıdır, Əbu Bəkir Allahdan razıdır, sənin gətirdiyin o ayələri gətirmir. Niyə? Çünki Ömər bilir ki, o ayələr heç də mütləq dəlalət eləmir. Bəli, yaxşı iş görmüşlər, iman gətirmişlər, kimlərsə Allah onları o işə görə tərifləyə bilər. Amma sonra gəlirlər İbn Mucəm kimi, Ömər Səd kimi yollarını azırlar, Əhl-i Beytə qarşı çıxırlar. Nə olurlar? Xeyirli olmaqdan çıxırlar, Allahın rızayəti onların üzərindən götürülür. Nə fərqi var? Ömərin oğlu ölmüşdü. Siffin döyüşündə Muaviyyənin ordusunda ölmüşdü. İmam Əli əleyhissalam qarşı çıxmışdı. Təlhə, Zübeyr, Muaviyyə, Əmras. Bunlar İmam Əli əleyhissalam qarşı çıxmışdılar. Bunların nə fərqi var Ömər Səddən? Bunların nə fərqi var Şimirdən? Bunların nə fərqi var İbn Mucəmdən? Onlar İmam Hüseynə qarşı çıxmışlar. Bunlar da İmam Əliyə qarşı, Əhl-i Beytə qarşı çıxıblar. Nə fərqləri var? Fərqləri budur ki, Peyğəmbəri görüblər, iman gətiriblər, dünyadan imanla köçüblər. Sizin o batil fəhminizə görə. O sahabə tərəfini özünüzdən uydurmuşsunuz. Kim deyir ki, sahabənin tərifi o cürdür? Hansı Quran ayəsini istinad etmirsən, bir tərif vermirsən? Özün salih əməli çıxartmırsan oradan ki, Muaviyyə kimi insanlar da sahabə tərəfinə girsinlər və o tərəfdən də ayələr gətirəsən ki, Allah sahabələrdən razıdır, Muaviyyə də razı, Muaviyyə də sahabədir, deməli Allah Muaviyyədən razıdır. Buyur, bu məsələyə qaçma, fərali eləmə, cavab ver. Velhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin.